Sizə görə data science ümumi götürdükdə nə deməkdir? Aydındır. Data science, analitika, machine learning, süni intellekt, big data bu elmlərə ümumi verilmiş ad deyə bilərik. Ümumi data elmi deyə bilərik ki, amma burada da bir misconception var. Misconception odur ki, insanlar bunu başqa cür adlandırır, amma reallıqda bu başqadır. Misal üçün data science bütün bu elmləri əhatə eləsə belə, o demək deyil ki, data scientist bütün bu elmlərin hər birisini bilməlidir. Bir data scientist bu günləri şirkətlərin data scientistdən gözlədiyi bir öhdəliklər sadəcə olaraq data təhlilini həyata keçirərkən kodlaşdırma bacarıqları da varsa bu şəxsdə, o şəxsə data scientist adı qoya bilirlər. Amma reallıqda data science elmi bütün analitika, machine learning, big data elmini əhatə eləyir. Təbii ki, bir də data scientistin onların hamısını, bir ümumiyyətlə mütəxəssisin onların hamısını bilməsi də mümkün olmaya bilər. Çünki bunlar fərqli-fərqli peşələrdir. Hər bir sahəsində ayrı ixtisaslaşma tələb olunur.